Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Qəbul səviyyəli sınavımızın izahına baxaq. Onu da bildirim ki, suallarımız tam qəbul səviyyəlidir. Birinci sualda deyir ki, uyğunluğu müəyyən edin. 2020-ci ildən etibarən dünyada elektrik avtomobilləri sürətlə insanlar tərəfindən istifadə edilməyə başlamışdır. Çin elektrik avtomobil sənayesində lider ölkələrdən olduğundan 2020-ci illərdən sonra Çinin iqtisadiyyatı sürətlə inkişaf etməyə başlamışdır. İnduktiv düşünmə. Xeyr, bu deməli olacaq deduktiv düşünmə. Səbəb deduktiv səhvdir bir. Niyə? Birinci ümumi fikir söylüyor. Ümumi fikir nədir? Ümumi bir qayda söylüyor, ümumi bir fikir söylüyor, ondan nümunə və yaxud da misal çəkir. Ümumi fikir odur ki, 2020-ci ildən etibarən deyir dünyada elektrik avtomobilləri sürətlə insanlar tərəfindən istifadə edilir. Bu bütün dünyada olan bütün ölkələri, bütün elektrik avtomobillərini misal çəkdi. Ümumi bir qayda dedi. Misal çəkmədi, ümumi bir qayda dedi və ondan sonra Çini misal gətirdi. Çin də elektrik avtomobil sənayesi olan ölkədir. Çin də burada lider olduğundan Çinin iqtisadiyyatı sürətlə inkişaf edir. Ümumidən xüsusiyə bu nə oldu dəyərli yoldaşlar? Ümumidən xüsusiyə deduksiya, deduktiv məntiq oldu. Bir yanlışdır. İnduktiv veriblər. 2. Azərbaycan ərazisində tarixən qədim dövlətlər olmuşdu. Manna, Atropatena, Ağqoyunlu, Səfəvilər dövləti də buna nümunədir. İnduktiv düşünmə xeyr, bu da deduktiv düşünmədir, deduktiv. Səbəb, özü də sonda görürsünüz nümunə çəkir. Birinci ümumi bir qaydanı deyir. Azərbaycanın ərazisində, Azərbaycanda tarixən qədim dövlətlər olmuşdur. Atropatena, Albaniya, Manna, Səfəvilər, Ağqoyunlu buna misaldır. Sonra da bunları misal çəkir. Ümumidən xüsusiyə yenə bu deduktiv məntiqdir, induktiv verib 2 də yanlışdır. 3-ə baxırıq. Azərbaycanın tarixi mədəniyyəti hər zaman zənginliyi ilə digər ölkələrdən seçilib. Azərbaycanda tarixi mədəni abidələr çoxluq təşkil edir. Qədim zamanlardan Azərbaycanın bir sıra rayonlarında astroiqlimin öyrənilməsi üçün daim fəaliyyət göstərən astronomik ekspedisiya yaradılıb. Məhz bunun əsasən astronomiya elminin inkişafında Şamaxı astrofizika rəsədxanası çox böyük töhfələri olub. Dünya miqyasında elm sahəsində bu abidənin nüfuzu böyükdür. Deduktiv induktiv verib xeyr, bu da deduktiv düşünmədir. Niyə? Gəlin baxaq. Bu da yanlışdır. Səbəb, Azərbaycanın tarixi mədəniyyəti hər zaman zənginliyi ilə digər ölkələrdən seçilir. Azərbaycanda tarixi abidələr çoxluq təşkil edir. Birinci ümumi fikirlər söylüyor. Ümumi fikirlər nədir? Azərbaycanda mədəni abidələrin çox olması, zənginliyi. Sonra Şamaxı astrofizika rəsədxanasının buna misal çəkir. Ümumidən xüsusiyə gəlir. Ümumidən xüsusiyə gəlməkdə biz dedik ki, deduktiv düşünmədir. Ümumidən xüsusiyə deduksiya. Amma burada induktiv düşünmə verib, bu yanlışdır. Deməli, doğru, deməli, burada bu yanlış fikir sayılır. 4-ə baxırıq. İngilis dili, Alman dili, Fransız dili, Ərəb dili, Rus dili, İspan dilini araşdıranda məlum olur ki, bu dillərin ümumilikdə ortaq xüsusiyyətləri, ortaq sözləri çoxdur. Deduktiv düşünmə xeyr, bu da induktivdir, tam əksini verib. Birinci, baxın, Alman dilini, İngilis dilini, xüsusiləri araşdırıb, İspan dilini araşdırıb, ondan ümumi bir nəticə çıxardır. Ondan çıxardığı ümumi bir nəticə nədir? Bu dillərin ortaq xüsusiyyətlərinin çox olması. Və burada da deməli, xüsusidən ümumiyə gedib, xüsusilərdən ümumi nəticə çıxardıb. Ona görə bu induktiv düşünmədir. Uyğunluq deyir bizdə. Doğrudan doğru yoxdur, yanlışdan yanlış. 3-4 cavab olacaq C variantı. İkinci suala baxırıq. Türkan bu il MİQ imtahanına gedəcəkdir. Onun imtahanı səhər saat 10:00-da başlayırdı. Türkan 09:50-də deməli imtahan keçirilən binaya çatır və imtahana buraxılmır. Bundan sonra başa düşür ki, qeydiyyat üçün 2 saat əvvəldən imtahan keçirilən binada olmaq, qeydiyyatdan keçmək üçün daha tez gəlmək vacibmiş. Bu nəticəyə gələrkən Türkan hansı düşünmə formasından istifadə edir? Dəyərli yoldaşlar, bu induktiv mühakimədir. Səbəb xüsusidən ümumiyə. Deməli, bir dəfə gecikir, bu bir misaldır və sonda ondan elə bir misaldan nəticə çıxardır.
Nəticə çıxardır ki, demək ki, imtahana necə gəlmək lazım imiş? Demək ki, imtahana vaxtında gəlmək lazım imiş. Sonda ümumi bir nəticə çıxardır. Başa düşürsüz nə demək istəyirəm? Xüsusidən ümumiyə. Sonda özü üçün bir nəticə çıxardır ki, deməli imtahana gəlmək üçün 2 saat imtahana vaxtında, yəni imtahana buraxılmaq üçün imtahan keçirilən binaya 2 saat əvvəldən gəlmək lazım imiş. Deməli, doğru cavab olacaq induktiv, xüsusidən ümumiyyət sonda ümumi bir nəticə, qayda çıxardır özü üçün. Üçüncü suala baxırıq. Şagird üzgüçülük dərsləri zamanı üzmək və təhlükəsizlik qaydalarını müəllimdən öyrənir. Üzgüçülük zamanı müəllimin köməyi olmadan deyilən hər bir qaydaya əməl edir. Bu sahəyə əsasən idrak, emosional və psixomotor sahəni müəyyənləşdirin. Deməli, üzmək və təhlükəsizlik qaydalarını müəllimdən öyrənir və üzgüçülük zamanı müəllimin köməyi olmadan deyilən hər bir qaydanı neyinir? Müəllimin köməyi olmadan deyilən hər bir qaydaya əməl edir. Deməli, burada nə var dəyərli yoldaşlar? Bax, qaydaya əməl edir. Hər bir qaydaya müəllimin köməyi olmadan. Qaydaya əməl edirsə, bu idrak taksonomiyasının hansı mərhələsidir? Qaydanı yerinə yetirir. Qaydaya əməl edirsə, bu idrak taksonomiyasını tətbiq etmək mərhələsidir. Düzdür, qaydaya əməl etmək. Yaxşı, psixomotor taksonomiyanın hansı mərhələsidir? Qaydanı müəllimin köməyi olmadan deyilən, köməksiz bir işi köməksiz yerinə yetirmək. Psixomotor taksonomiyada dəqiqlik mərhələsindədir. Bəli, kiminsə bir işi köməksiz yerinə yetirməsi dəqiqlik mərhələsidir. Və təhlükəsizlik qaydalarına əməl etmək, qaydanı yerinə yetirmək emosionalda isə emosional taksonomiyada isə cavab vermədi. Qaydanı bilirsən, deməli bu hansıdır? Qaydanı bilirsən, bu qəbul etmədi. Qaydaya yerinə yetirirsən, qaydanı yerinə yetirirsən. Bu da cavab vermədi. Tətbiq, cavab vermə, dəqiqlik. Doğru cavab 3-cü sualda C variantı. Dəyərli müəllimlər, qısa olaraq Kurikulum Aprel onlayn qruplarımız haqqında məlumat verim. Kurikulum Aprel onlayn qruplarımız deməli 2-ci, 4-cü, 6-cı günlər saat 20:00-da, yəni aprel ayının 5-dən etibarən başlayacaq. Dərslər 2, 4, 6 cüt günlər saat 22:00-da və bazar günü saat 12:00-da olacaq. Həftədə 4 dəfə. Həftədə 4 dəfə canlı dərsimiz olacaq. Deməli, vəziyyət necə olacaq? 2, 4, 6 cüt günlər saat 10-da, bazar günü saat 12:00-da. Mənə sual verirlər ki, Coşqun müəllim, bu dərsləriniz canlı dərsdirmi? Biz qoşuluruq həftədə 4 dəfə, 5 dəfə deyirlər. Gedib qoşuluruq, ancaq görürük ki, dərslər canlı deyil. Deyirəm, necə canlı deyil? Video atılır, bir dəfə canlı olur, 4 dəfə deyirlər, biri canlıdır, 3 dəfə video atılır, 3 dəfə dərs elə olur. Xeyr, bizdə dərslər canlı formadadır, canlı keçirilir. Yəni, belə olanda YouTube'da en qədər video var da, gedib baxmaqla heç nə öyrənmək olmaz. Belə olanda müdavim heç nə öyrənmir. Məsuliyyət hiss eləmir. Bizim dərslərimiz canlıdır. 2, 4, 6 saat 22-də, bazar günü də 12-də. Deməli, bəli, amma asinxron dərslərimiz də var da. Yəni, mən həm YouTube'da yükləyirəm, ona qalmış olsa həftədə hər gün dərs olur. Bir tək günlər dərsləri YouTube'a yükləyirəm, oradan izləyirsiniz. Cüt günlər isə 2, 4, 6 isə saat 10-da YouTube'da sayta yükləyirəm dərsə, saytdan işləyirsiniz. Hər bir saytda ağıllı lövhə qarşısında saytda mövzunun izahına baxırsınız. Sonra o mövzunun testlərini işləyirsiniz. Hər bir testin özünün aşağısında səhvinə düzünə baxırsınız. Və bu ardıcıllıqla bu formada testlər, yəni bu formada işlənilir. Bu qayda ilə işlənilir, dəyərli müəllimlər. Deməli, bazar günü saat 12-də, 2-ci, 4-cü, 6-cı günlər isə saat 10-da. Bazar günü olan YouTube-la Zoom-ladır, 2, 4, 6 saat 10-da YouTube-ladır. May ayından isə həftədə hər gün dərs olacaq, bəzi günlər olacaq ki, 2 dəfə olacaq. Maydan sürətləndirilmiş formada hər gün dərs keçəcək. Hətta bir gün, deməli, bir gündə 2 dərs də olacaq. Həm, deməli, test, bir gün qarışıq test, və daha sonra dərs izahım. Bu deməli müddət ərzində 10.000 mənim testim işləniləcək və üstəgəl də Time Test Bankının testləri sizlər üçün işlədiləcək. Deməli, baxın, may ayından qoşulan müəllimlər üçün qiymətdə dəyişiklik olacaq, amma hal-hazırda apreldə 40 AZ-dir ödənişimiz. Deməli, dəyərli müəllimlər, indi 40 manatdır. Siz indi qoşulsaz may ayından hər gün olan dərslərə qoşulacaqsınız.
Amma may ayında qoşulsaz artıq qiymət fərqli olacaq. Dərslərə qoşulmaq üçün 051 580 94 28 050 334 12 64 nömrəsinin WhatsApp-ına yaza bilərsiniz. Baxın, testlərimiz tam kurikulumdan metodik çərçivəyə uyğun, metodik çərçivə sənədinə uyğun mix səviyyəli, sertifikasiya səviyyəli testlərdir. Bəzi testlər var ki, baxıram mənə atırlar, onlar sadə formada heç mix sertifikasiya səviyyəsinə uyğun deyil. Amma sırf mix səviyyəli, sertifikasiya səviyyəli testlər işləmək istəyirsinizsə, dərslərimizə qoşulub, dərslərimizdən deməli, yararlana bilərsiniz və mənim dərslərimizlə, mənim testlərimi işləyən müəllimə qarantiya verilir, yəni 100% nəticə göstərə bilərsiniz. Keçid alaq növbəti 4-cü suala. Müəllimin qarşısında 3 nəfər şagird var. Onlara aşağıdakı tapşırığı müəllim təqdim edir. Yəni müəllimin qarşısında 3 şagird var, müəllim onlara bu tapşırığı təqdim edir. İqlim dəyişmələri hazırda dünyanı narahat edən başlıca problemlərdən biri hesab olunur. İqlim dəyişmələri üzrə hökumətlərarası ekspertlər qrupunun hesabatına görə son 100 ildə yer kürəsinin orta temperaturu 0,8 dərəcə artıb. BMT-nin hesabatı göstərir ki, son 150 ildə dünya temperaturu 1 dərəcədə yüksəlib. Ekspertlərin ehtimallarına görə, əgər yer kürəsində temperatur bu sürətlə artmağa davam etsə, 2050-ci ilə qədər hərarət 2,5 dərəcə, 2100-cü ilə qədər isə 6 dərəcəyə qədər yüksələ bilər. Əlbəttə ki, mənfi fəsadları hədsiz çox. Temperaturun artması hədsiz çoxdur. Temperaturun artması şiddətli qasırğa, sel, quraqlıq, dəniz səviyyəsini artıraraq təhlükə yaradır. Bir çox canlılar istiyə uyğunlaşmayaraq məhv olur, insan sağlamlığına təsir edərək ciddi xəstəliklər yaranır. Bu problemlərin nədən qaynaqlandığını müəyyən edərək təkliflər hazırlayır. Yəni müəllim şagirdlərə deyir ki, bu problemlə bağlı təkliflər hazırlayın. Aha, indi 3 tip şagirdlərə baxaq. Şagirdlərin biri qrupu müxtəlif dövrlərə görə araşdırır, müqayisə edir, səbəbləri tapır, həll yolu hazırlayır. Deməli, bu analitik düşünmədir. Araşdırır, yeni həll yollar axtarır, deməli, müqayisə edir, tamam. İkinci şagird nə edir? Beynəlxalq təşkilatların təkliflərini araşdırır, mövcud həll yolları içərisindən ən səmərəli həll yollarını müəyyənləşdirərək təqdim edir və tapşırığı digər şagirdlərdən daha tez bitirir. Bu konvergentdir. Niyə? Çünki yeni həll yolu və tez bitirir deyir, daha tez bitirir. Mövcud həll yolları içərisindən birini qiymətləndirir, birini seçir. Yəni yeni bir yol tapmır da, mövcud həll yollarının içərisindən birini götürür. Üçüncü şagird isə problemin həlli ilə bağlı çoxlu yeni yollar araşdırdığı üçün tapşırığı ən gec o təqdim edir. Bu da deməli divergentdir. Gec düşünür, yeni yollar axtarır. Bir analitik, iki konvergent. Baxın, birinci nədir? Problemin yaranma səbəbini araşdırdı. Problemin həll yolunu yox, müqayisə etdiyi səbəbləri tapdı, həll yolu hazırladı. Bir analitik, iki konvergent, üç divergent. Doğru cavab 4-cü sualdan C variantı olacaq. 1 analitik düşünmə, 2 konvergent düşünmə, 3 divergent düşünmə. Keçək 5-ci suala baxaq. Müəllim dərs izah edən zaman ekvatorial radiusun uzunluğunu soruşur. Uşaqlar isə cavabında 6378 km olduğunu deyir. Daha sonra müəllim sual verməkdə davam edir. Bu dəfə yerin orta radiusunun uzunluğunu soruşur. Cavabında isə uşaqlar 6371 olduğunu deyir. Müəllim sualında davam edərək deyir. Bu ədədlərdə deməli davam edir və deyir. Bu ədədlərdən hansıları onluqlara qədər yuvarlaqlaşdırsaq, ədəd bütünlüklə azalar. Deməli müəllim ekvatorial radius hansı mövzudur? Coğrafiya fənninin mövzusudur, coğrafiya. Müəllim coğrafiya dərsi keçir. Sonra müəllim yuvarlaqlaşdırma, ədədlərin yuvarlaqlaşdırması mövzusuna deməli inteqrasiya edir. Coğrafiyanı riyaziyyat fənni ilə müəllim əlaqələndirir. Coğrafiya ilə riyaziyyat bu olacaq nə? Fənlər arası. 5-ci sualda doğru cavab Y, yalnız fənlər arası inteqrasiya. 6-cı suala baxırıq. Müəllim mürəkkəb isim mövzusunu keçir. Mürəkkəb isimlər hansı yollarla yaranır, necə yazılır və s. kimi halları uşaqlara izah edir. Aha. Mənsubiyyət şəkilçili sözlərin birləşməsi ilə yaranan suiti, dağ keçisi, bazar düzü və s. Mürəkkəb sözləri izah edən zaman mənsubiyyət şəkilçisi
nədir deyə sual verir. Deməli, müəllim mürəkkəb isim mövzusunu mənsubiyyət şəkilçisi ilə əlaqələndirir. Düzdür, dəyərli yoldaşlar, mürəkkəb ismi mənsubiyyət şəkilçisi ilə. Deməli, bu nədir, dəyərli yoldaşlar? Fənlər arası fən daxili inteqrasiya D variantı Azərbaycan dili fənninin daxilində. 7-ci suala baxırıq. Müəllim inklüziv təlim mühitində müxtəlif şagirdlərin ehtiyaclarını nəzərə alaraq dərs təşkil edərkən fərqli tədris üslublarından istifadə edərək şagirdləri aktiv iştirak etməyə cəlb edir. Dərs ərzində interaktiv fəaliyyətlər təşkil edir. Lakin bəzi valideynlər şagirdlərin yalnız akademik nəticələrinə diqqət etməyi tələb edirlər. Onlar müəllimin dərsdəki oyun və interaktiv fəaliyyətlərinin şagirdlərə heç bir akademik fayda gətirmədiyini düşünərək dərs metodunu tənqid edirlər. Müəllim öz növbəsində şagirdlərin hərtərəfli inkişafını təmin etmək üçün müxtəlif tədris üsullarını birləşdirərək onların fərdi ehtiyaclarını nəzərə alır. Situasiya ilə bağlı verilən cavablarda düzgün təhlil edin və düzgün olmayan fikirləri tapın, düzgün olmayan. Deməli, müəllim sinifdə interaktiv iş üsulları keçir, əyləncəli üsullar keçir. Bu əyləncəli üsullarla dərsi keçir. Bu əyləncəli üsullar nə üçündür? Şagirdlər dərsdə həm akademik biliklərə yiyələnsin, həm də onlarda ünsiyyət, əməkdaşlıq, emosional inkişaf da olsun. Müəllim də deyir, xeyr, bunlar boş-boş vaxt keçirirsiniz, siz gəlir tənqid edir müəllimin seçdiyi metodu. Deyir, ancaq siz nə ilə məşğul ola bilərsiniz? Siz ancaq şagirdlərin akademik biliklərini artırmalısınız. Burada düzgün olmayan yanlış fikirləri seçək. İnklüziv təlim mühitində oyun və interaktiv fəaliyyətlər əyləncə məqsədi ilə istifadə olunur. Şagirdlərin akademik biliklərinə təsir etmir. Yanlış fikir elə biri budur. Baxın, şagirdlərin inklüziv təlim şagirdlərin akademik biliklərinə də təsir edir. Əyləncə xarakterli, misal üçün oyun xarakterli yarışlar, oyun xarakterli üsullar şagirdlərin akademik biliklərini də artırır. Valideynlərin yalnız akademik nəticələrə yönəlməsi şagirdin sosial və emosional inkişafını göz ardı etməyə səbəb ola bilər. Valideynlərin yalnız akademik nəticələrə yönəlməsi şagirdin sosial və emosional inkişafını göz ardı etməyə səbəb ola bilər. Bəli, bu düz fikirdir. Valideyn yalnız akademik nəticəyə yönəlsə, onların sosial, emosional inkişafı uşaqlarda zəif gedə bilər. Bu düzdür, yanlışı soruşur. Müəllimlərin müxtəlif tədris üsullarından istifadə etməsi şagirdi daha yaxşı öyrənməsi və fərqli bacarıqları inkişaf etdirməsini təmin edir. Bəli, müəllim burada müxtəlif üsullardan istifadə etməsi şagirdin daha yaxşı inkişaf etməsinə, fərqli bacarıqların inkişafına gətirib çıxardır. İnklüziv təlimin məqsədi şagirdlərin yalnız akademik biliklərini artırmaqdır. Fiziki, sosial inkişafına təsir etmir. Xeyr, səhvdir bu. İnklüziv təlimin məqsədi ancaq odur ki, şagirdin ancaq akademik bilikləri inkişaf eləsin. Tamamilə səhvdir. 5. İnklüziv təlimdə şagirdlərin fərdi ehtiyacları nəzərə alaraq dərs planını tərtib etməli və metodları buna uyğun seçməlidir. Bəli, inklüziv təlimdə müəllim şagirdlərin fərdi ehtiyaclarını da nəzərə alır. Doğrudan doğru 1, yanlışdan yanlış 4. Doğru cavab olacaq 1, 4 D variantı. Səkkizinci suala baxırıq. Məntiq xətaları ilə bağlı sualdır. Deyir ki, həddindən artıq ümumiləşdirmə, cəmiyyət tərəfindən qəbul və sirkulyar arqument. Son vaxtlar kiberdələduzluq hədsiz artıbdır. Bununla bağlı bankların kartlarında kiberdələduzluğa qarşı qorunma sistemi olsa da, Kapital Bank kartlarından külli miqdarda pulların mənimsənilməsi baş verir. Deməli, ölkənin digər bankları da səmərəsiz qorunma həyata keçirdir. Bu, həddindən artıq ümumiləşdirmədir. Misal üçün, Kapital Bank kartlarından çoxlu miqdarda kiberdələduzluq olub, pullar mənimsənilir. Deməli, bütün kartlarda, bütün banklar bu formada, yəni uğursuz belə deyək də qorunma həyata keçirdir. Bu yanlışdır. Yanlış fikirdir. Yəni bu həddindən artıq ümumiləşdirmə məntiq xətasıdır. Bir də A. B. İdmançılar idmanda uğur qazanandan sonra həm dövlət tərəfindən, həm də qurumlar tərəfindən yüksək qonorar alır. Mən də idmanla məşğul olmalıyam.
Bu cəmiyyət tərəfindən qəbul olunmadı. Hamı edir, mən də edim. Bütün idmançılar idmanla məşğul olur və dövlət tərəfindən qonorarlar alırlar. Mən də idmanla məşğul olum, hamı edir, mən də edim, cəmiyyət tərəfindən qəbul olunma. Kimya müəllimi şagirdlərə iki fərqli məhlulun qarışdırılmasından alınan yeni məhlulun faizlə nisbətini tapmaq üçün mürəkkəb faiz düsturunu verdi. Bu düsturla verilmiş məsələni daha rahat həll edə biləcəklərini söylədi. Şagird, mən bu tip tapşırıqları mürəkkəb faiz düsturu ilə həll edirəm. Bu nədir dəyərli yoldaşlar? Sirkulyar arqument, yəni deyilən fikir yeni bir fikir ehtiva eləmədi. Sənin dediyi fikri olduğu kimi sənə qaytardı. Mən deməli nə deyir arxasınca? Mən də bu müəllim deyir ki, bu düsturla həll eləsəz daha yaxşıdır. Mən də bu düsturla həll edirəm. Yəni yeni fikrini əsaslandıran zaman yeni fikir gətirmir, olduğu fikri söyləyir. Bu sirkulyar arqumentdir. Əli Kamramla söhbət edən zaman riyaziyyat müəlliminin bütün çətin riyazi məsələləri olduqca sadə yollarla həll etdiyini söylədi. Kamran Səliyə dedi: "Nədir demək istəyirsən, mənim riyaziyyat müəllimim çətin yolla izah edir?" Bu boş adam məntiq xətasıdır. Boş adam. Nədir demək istəyirsən ki, bu belədir, nədir demək istəyirsən ki, bu elədir, bu boş adamdır. 1A, 2B, 3C. Doğru cavab uyğunlaşdıranda, bəli, B variantı. Uyğunlaşdırma aparanda 1A, 2B, 3C olacaq. 8B. Doqquzuncu suala baxırıq. Müəllim şagirdlərə İskəndər mətnini təqdim edir. Daha sonra onlara belə bir sual verir. Sizcə, qolu güclü adam öz xalqına daha çox xeyir verər, yoxsa ağıllı adam? Deməli, bu sualı fikrinizi deyir, əsaslandırın. Şagird münasibət bildirir. Sizcə, şagird məsələyə öz münasibətini bildirirsə, bu tənqidi təfəkkürdür. Öz hadisəyə öz qiymətini ver. Məsələyə öz münasibətini bildir, öz fikrini bildir. Konseptual bilikdir, tənqidi təfəkkür və dəyərləndirmə mərhələsi. Bəli, şagird burada məsələyə öz münasibətini bildirir. Şagird burada məsələyə öz fikrini bildirirsə, öz mövqeyini ortaya qoyursa, konseptual, tənqidi təfəkkür olacaq. İdrak taksonomiyasının dəyərləndirmə mərhələsi. Y variantı. 10-cu suala baxırıq. Təkrar sertifikatlaşmada iştirak etməyən şəxslər sertifikatlaşmadan keçməmiş hesab olunurlar. Doğrudur. Bəli, təkrar sertifikatlaşmadan keçməyən şəxslər sertifikatlaşmadan avtomatik keçməmiş hesab olunur. Şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək müəllimin vəzifəsidir, xeyr. Şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək müəllimin hüququdur. Dövlət təhsil standartına uyğun bilik, bacarıq vərdişlərə yiyələnmək təhsil alan hüququdur, xeyr. Vəzifəsidir. Dövlət təhsil standartlarına uyğun bilik, bacarıq vərdişlərə yiyələnmək şagirdin vəzifəsidir. Əyani və sərbəst təhsil alma forması ibtidai təhsil səviyyəsində təşkil oluna bilər. Bəli, ibtidai təhsildə iki təhsil alma forması təşkil oluna bilir. Əyanilər, bir də sərbəst. Digərləri, misal üçün, qiyabi ola bilməz ibtidaidə. Doğrudan doğru, yanlışdan yanlış. 1-3. Cavab olacaq, onda B variantı. 11-ci suala baxırıq. Aydındır ki, komanda olaraq səy göstərmisiniz. Lakin təqdim etdiyiniz layihə işi sizdən gözlənilənləri doğrultmadı. Hazırladığınız məhsulda yaradıcılıq elementləri kifayət qədər deyil. Ümid edirəm ki, növbəti dəfə daha yaxşı, effektiv nəticə üçün səhvlərinizi düzəldərsiniz. Müəllimin bu addımı hansı pedaqoji yanaşmaya ziddir? Yəni, müəllim burada nəyi etməliymiş ki, nəyi etməyib? Pedaqoji yanaşmaya ziddir dedikdə nəyi düz etməliymiş ki, bu situasiyada nəyi səhv edir? Yəni, müəllim burada bu səhvdir. Yəni, verilən situasiya səhvdir. Biz düzü tapmalıyıq variantlarda. Səhv də nədir? Müəllim şagirdlərə düzgün konstruktiv rəy vermir. Sadəcə səhvi deyir. Bu səhvi düzəltmək üçün necə yolla getmək lazımdır, düzgün istiqamət vermir. İnformasiyanın şagirdlərə necə təqdim edilməsindən asılı olaraq müxtəlif intellekt növünün inkişafına şərait yaratmaq olardı. Deməli, burada intellekt növünün inkişafından danışmadı. Şagirdlərin tənqidi təfəkkürünün inkişafını təmin etmək üçün onlara müxtəlif problemli situasiyalar təqdim etmək olar. Yəni, müəllim şagirdlərə problemli situasiyalar təqdim etməliymiş, etməyib deyib. Burada da bu yoxdur. Yəni, problemli situasiyadan danışmadıq.
Təlim zamanı konstruktiv mövqeyinin nümayiş etdirilməsi, konstruktiv rəy. Şagirdlərin səhvlərindən öyrənməyə yönəldir. Onların inkişafı üçün aydın yol göstərir. Yəni mənim şagirdlərə konstruktiv mövqe tutub konstruktiv rəy verməlidir ki, şagirdlər üçün inkişaf eləsin, düzgün istiqamət göstərməlidir müəllim. Deməli C variantındakını müəllim səhv edib. C variantındakı fikri müəllim səhv edib. Mənim şagirdləri düzgün istiqamət verməliymiş, düzgün yol göstərməliymiş şagirdlərinə, amma şagirdlərinə düzgün yol göstərməyib. Doğru cavab C variantı. 12-ci suala baxırıq. Dərs prosesində şagirdlərə keçirilənləri möhkəmləndirmək üçün məsələ verir və məsələnin həll olunması üçün 10 dəqiqədə müəllim nə edir? Vaxt təyin edir. Şagirdlər işlədiyi zaman müəllim partalar arasında gəzərək şagirdlərə müxtəlif fəaliyyətinə diqqət yetirir. Müəllim dərs prosesində şagirdlərə keçirilənləri möhkəmlənmək üçün və məsələni həll etmək üçün 10 dəqiqə vaxt təyin edir müəllim şagirdlərə. Şagirdlər işlədiyi zaman müəllim partaların arasında gəzir və şagirdə diqqət yetirir. Tamam. Müəllim şagirdlərə tapşırıq verir və tapşırığı işləmək üçün 10 dəqiqə vaxt verir və partaların arasında da gəzir. O şagirdlərdən birinin hesablama zamanı yanlış etdiyini görür. Yəni görür ki, şagird tapşırığın birini səhv edir. Məsələn, düzgün yolla geçsən də vurma əməlində yanlışın var. Onu düzəlt ki, növbəti addımlarında düz olsun deyir. Müəllim verdiyi rəy ilə bağlı hansı fikir doğrudur? Burada görə bilərik ki, müəllim anında düzəliş edir, fəaliyyətin stimullaşdırılmasına əməl edir. Müəllimin rəyi gələcək fəaliyyətlərə müsbət təsir etməyəcəyi üçün effektiv sayılır. Effektsiz sayılır. Xeyr. Doğrudur deyir. Bir, müəllim effektiv rəy verir. Anındaca, yerindəcə düzəldir. 2. Müəllim bu cür rəylərdən çəkinməlidir. Çünki rəy şagirdlərin fəaliyyəti haqqında geniş məlumat verməlidir. Niyə çəkinsin ki, bu rəydir də, korrekte edici rəydir. Düzəldici rəyin növləri var. Korrekte edici rəy var, təsvir edici rəy var, motive edici rəy var. Bu korrekte edici rəydir. Yerində də düzəldir. Düzdür, müəllim belə rəy verə bilər. Çəkinməyə ehtiyac yoxdur. Müəllim şagirdin işinin anındaca görüb düzəltməsi onun müşahidə bacarığının güclü olması. Bəli, müşahidə edir, o müşahidə bacarığı var. Fasilitator müəllimin müşahidə etmək bacarığı var. Deməli müəllim burada düzgün müşahidə edir və məqamında da müdaxilə edir. Fasilitator müəllimin özündə formalaşdırmalı olduğu bacarıqlar var. Məqamında düzgün müdaxilə, müşahidə etmə, dinləmə bacarığı, planlaşma, hazırlıq bacarığı, deməli müşahidə bacarığı yerindədir. Müəllimin məqamında işə düzəliş etməsi sürətlə davam etməyə və diqqəti yayınmağa yardım edəcək. Düzdür. Doğru cavab olacaq C, 3-4. 13-cü suala baxırıq. Tədrisin planlaşdırılmasına aid verilmiş variantlardan biri yanlışdır. Bizdən yanlışı soruşur, səhv bəndi soruşur. Gəlin baxaq. Effektiv planlaşdırılmış dərs müəllimlərə məzmunu və fəaliyyəti məntiqi və ardıcıl şəkildə təşkil etməyə kömək edir. Bu dərsin rəvan keçməsinə, şagirdlərin materialı daha yaxşı başa düşməsinə kömək edir. Düzdür. Müəllim dərsi effektiv planlaşdırılan zaman fəaliyyəti şagirdlər ardıcıl təşkil edir. Düzdür, dəyərli yoldaşlar. Və bu da dərsi sinifdə ardıcıl keçməsinə, rəvan keçməsinə, daha rahat keçməsinə kömək edir. Yəni dərsi bu effektiv planlaşdırılmış dərs ardıcıl olur, axıcı olur, belə deyək. B-yə baxırıq. Dərsin planlaşdırılması müəllimlərə dərs üçün mövcud vaxtı səmərəli idarə etməyə və hər bir fəaliyyət üçün adekvat vaxtın ayrılmasını, dərsin ayrılmış vaxt ərzində bütün materialları əhatə etməsini təmin edir. Bəli, düzgün dərs planlaşdırılması zamanı müəllim vaxtı səmərəli idarə edə bilir. Hər bir iş üçün adekvat addımlar ata bilir. Materialı tam, məzmunu tam çatdırır şagirdlərə. Düzdür. Dərsin planlaşdırılması müəllimlərə şagirdlərin müxtəlif ehtiyaclarını, qabiliyyətlərini nəzərə almağa imkan verir. Bəli, baxın, diferensiallığı da təmin edir. Yəni, dərsin planlaşdırılması zamanı şagirdlərin müxtəlifliyi təmin olunur. Və bütün şagirdlərə uyğun inklüzivlik strategiyaları da hazırlanır, düzdür. D-yə baxırıq. Gündəlik planlaşdırması müəllimə dərsdə keçəcəyi mövzunu dəqiq müəyyənləşdirməyə. D variantı yanlışdır. Müəllim keçəcəyi mövzunu dərsdə müəyyənləşdirir.
Bax, burada bu nüans, bu situasiya yanlışdır. Müəllim keçəcəyi mövzunun dərsdə müəyyənləşdirməsi yanlışdır. Əvvəlcədən müəyyənləşdirir. Bütün strategiyaları, hər bir şey əvvəlcədən görür. Deyə yanlışdır. 14-cü suala baxırıq. İnklüziv verilmiş cavablardan hansı inklüziv qiymətləndirmə ilə bağlıdır? Müəllim öyrənmənin dəyərləndirilməsi və şagirdlərin inkişafı üçün özünü qiymətləndirmə, yoldaş qiymətləndirməsi və rubrikdən istifadə edir. Bu yanlış deyil, düzdür. İnklüziv qiymətləndirmədə bir neçə qiymətləndirmə, özünü qiymətləndirmə, yoldaş qiymətləndirməsi, rubrik, fərqli qiymətləndirmədən hər kəs üçün qiymətləndirmənin əlçatanlığını təmin edir. Bölmənin sonunda kiçik summativ qiymətləndirmə keçirərkən qiymətləndirmədə yazılı tapşırıqlar, təqdimatlar, layihələr, əl işləri, bəli, inklüzivliyi təmin edir. Yəni burada şagirdlər təqdimat edən zaman yazılı tapşırıqlar, təqdimatlar, şagird müxtəlifliyi gözlənilir burada. Qiymətləndirmə zamanı müxtəlif ehtiyacları olan şagirdlərə dəstək olmaq üçün uzun vaxt vermək, köməkçi texnologiya. Tamam, bax burada köməkçi texnologiya var, sadələşdirilmiş dil, alternativ yollar, bir neçə yol var. Köməkçi texnologiya, alternativ dillər, alternativ yollar. Burada da inklüzivlik təmin olunub. Şagirdlərə anlayışları nümayiş etdirmək üçün şifahi cavab, multimedia, praktik nümayişlər, burada da inklüziv qiymətləndirmədir. Yəni inklüziv qiymətləndirmə odur ki, bir yolla qiymətləndirmə aparma, bir neçə yolla qiymətləndirmə apar ki, qoy hər kəs bu qiymətləndirmədə, hər kəs üçün sənin qiymətləndirmə önəli çatan olsun. Müəllim şagirdlərə savadlıq kompetensiyasını yaxşı inkişaf etmək üçün bölmə ərzində yazı tapşırıqları verir. Burada ümumiyyətcə qiymətləndirmə yoxdur və olsa da bir tip tapşırıqlar verir. Bir tip tapşırıqlarda da inklüzivlik gözlənilmir. Doğru cavab Y variantı. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Zehni inkişafın ilkin əməli mərhələsində uşaqlar cisimlərin kəmiyyət və kütləsinin dəyişilməsinə baxmayaraq onların tərkibinin sabit qaldığını anlayırlar. Xeyr, bu səhvdir. Deməli, bu zehni inkişafın ilkin əməli mərhələsində olmur. Bu artıq ola bilər konkret əməlidir. Bu qaydadır, qaydanı anlayır, qaydanı başa düşür. Yəni fizikada bir qaydadır, qanundur. Bunu dərk edir ki, artıq kütləsi və ya cisimlərin kəmiyyət və kütləsi dəyişməsinə baxmayaraq onların tərkibi sabit qalır. Yəni bu konkret əməli də ola bilər. Bu belə deyək ki, induktiv mühakimədir. Bir yanlışdır. Zehni inkişafın formal əməli daha ən sonuncu idi. 16 yaş və daha yuxarı olan uşaq xəstə övladını sağaltmaq üçün dərman uğurlayan şəxs azadlıqdan məhrum edilməlidirmi kimi suallara cavab axtarır. Bu düzdür. Deməli, bu niyə görə düzdür? Çünki burada artıq tənqidi təfəkkür inkişaf edir. Tənqidi təfəkkürdə biz dedik formal əməlidir. Mühakimə yürütmək, tənqidi təfəkkür. Bu düzdür. 3. Zehni inkişafın hissi hərəkət mərhələsində olan uşaqlar eyni bir xüsusiyyəti oxşar olan bütün cisimlərə aid edərək həddindən artıq ümumiləşdirməkdir. Baxın, həddindən artıq bu ilkin əməlidədir. Eyni bir xüsusiyyəti həddindən artıq ümumiləşdirmə və yaxud da buna deyirlər məhdud təcrübə əsasında ümumiləşdirmə. Eyni bir xüsusiyyəti olan oxşar cisimləri, yəni birləşdirir, ümumiləşdirmə aparır, məhdud təcrübə əsasında ümumiləşdirmə bu ilkin əməlidədir. Zehni inkişafın deməli konkret əməli mərhələsində olan uşaq anlayır ki, əgər A B-dən, B C-dən hündürdürsə, deməli A C-dən hündürdür. Deməli, bu dəyərli yoldaşlar düzdür. Yəni burada sonda ümumi nəticə çıxardır da. Əgər A B-dən, B isə C-dən hündürdürsə, deməli A C-dən hündürdür. Bu konkret əməlidədir. Bizdən doğrudan doğru uyğunluq, yanlışdan yanlış 2-3. Bəli, C variantı. 4-cü induktiv mühakimədir. Sonda nəticə çıxardır. İnduktiv mühakimə sonda nəticə çıxarmaq konkret əməlidədir. Düzdür. 15-də C variantı. 16-cı suala baxırıq. Tarix dərsində Azərbaycan xanlıqlar dövründə bölməsini tədris edib bitirdikdən sonra müəllim şagirdlərə evə tapşırıq qrup işi olaraq tapşırıq verir. Azərbaycan şimal və cənub xanlıqlarının daxili və xarici siyasətindəki oxşar cəhətlər mövzusunda təqdimat hazırlayın. Deməli, müəllim tapşırığı tədris edib bitirdikdən sonra evə
qrup işi verir. Evə verirsə, deməli, doğru cavab olacaq informasiyanı möhkəmləndirmək və biliyi bacarığa çevrilmək. Deməli, dəyərli müəllimlər, Robert Gagne'nin 9 addım nəzəriyyəsi var idi. Öyrənmənin 9 addım nəzəriyyəsi. 9-cu, ən sonuncu mərhələ 9. Bu, informasiyanı möhkəmləndirmək və biliyi bacarığa çevrilmək. Bu, harda olur informasiya? Bu, evdə qrup işləri, layihə işləri nəticəsində olur. Bu da 9-cu adımdır. Burada da müəllim deyir ki, evə qrup işi verir və qrup işi də bunu şagird gedib evdə işləyəcək. Yəni, informasiyanı gedib evdə möhkəmləndirəcək, bacarığa çevirəcək. Bu, ən sonuncu addımdır Gagne'də. B variantı. 17-ci suala baxırıq. Deməli, cədvələ əsasən uyğunluğu müəyyən edin. Gəlin baxaq. Kamil bir palançı olsa da insan yaxşıdır yarımçıq papaqçılıqdan məsələsinə müvafiq məsələlər sadalayır. Deməli, baxın, nümunə gətirir, misallar, nümunə gətirir, misal göstərir. Bu, məntiqi təfəkkür, bu doğrudur. Misal gətirmək, nümunələr gətirmək, sağ olun. Bu məntiqi təfəkkürdür. Amma olsaydı ki, kamil bir palançı olsa da insan yaxşıdır yarımçıq papaqçılıqdan, bu məsələ öz münasibətini bildirir. Nizami Gəncəvinin bu fikrini, öz münasibətini bildirir. Bu olardı, yəni dəyərləndirmə, tənqidi təfəkkür. Amma burada məntiqi təfəkkür deyir, doğrudur. Və burada uyğunluq istəyir. Qarşısında yanlış verilib, adı uyğunluq yoxdur. Elə olacaq ki, ya yanlışsa yanlış olsun, doğrudursa doğru olsun. Uyğunluq olmalıdır. Gəlin baxaq. Şagird ana dili dərsində mən orada, rayonda, parkın yanındakı evdə yaşayıram cümləsinin təyin əlavəsi olduğunu müəyyən edir. Məntiqi təfəkkür düzdür. Bu bir tapşırıqdır. Yəni riyaziyyat Azərbaycan dilində bir tapşırıqdır. Bu cümlənin təyin əlavəsi olduğunu tapır, məntiqlə tapır. Tənqidi yoxdur, qiymətləndirmir, öz münasibətini bildirmir, öz fikrini bildirmir. Yaratma yoxdur, yeni bir şey yaratmır. Məntiqi təfəkkürdür, düzdür. C. Şagird öyrəndiyi qaydanı qoyunlar mələyirlər cümlələri üzərində tətbiq edərkən norma pozuntusunu müəyyən edir məntiqi təfəkkür. Yenə şagird burada tapşırıqdır. Tapşırığı yerinə yetirir və burada tapşırığı yerinə yetirən zaman norma pozuntusunu tapır. Məntiqi təfəkkür düzdür. Gəlin baxaq. Şagird hər zaman yazı işlərini təqdim edərkən dağda şəkilçilərin yerini səhv yazır. Şəkilçilərin ədad hal şəkilçisi və ya bağlayıcı olmasını müəyyən edə bilmir. Bununla bağlı o dostlarından və müəllimdən yardım alır. Onlara çoxlu sual verməklə çətinlik çəkdiyi məqamları anlayır, ayırd edir. Bu, deməli, məntiqi təfəkkür xeyr. Bu olacaq tənqidi təfəkkür. Niyə? Özünə tənqidi yanaşır və özündə olan çatışmayan metakognitiv bilikdir. Özündə artıq özünə tənqidi yanaşır ki, yəni özündə olan səhvi görür və bunun üçün ətrafdakılardan rəy alır və bunu düzəltməyə müəllim yoldaşından, müəllimlərdən, sinif yoldaşlarından rəy alır və rəy alıb bunu düzəltməyə çalışır. Bu məntiqi təfəkkür veriblər, bu yanlışdır. Bəli, yanlış. Bax, uyğunluq olacaq D variantında. Keçmiş dövr, köhnə il, ilk bahar, hər zaman kimi sözlərin birinci növ təyini söz birləşməsi olduğunu, bütünlüklə təhlil olduğunu anlayır, başa düşür. Məsələdir, tapşırığı anlayır. Məntiqi təfəkkür bu doğrudur. Doğrudur və doğru yanlış burada da uyğunluq pozulmuşdur. Doğru cavab D variantı. 18. Riyaziyyat dərsində müəllim şagirdlərə 30 suallıq test tapşırıqları verir. Sonuncu suallar situasiya tipli açıq suallardır və müəllim tələb edir ki, sualın həll yolunu da aydın şəkildə yazsınlar. Kəsirlərlə bağlı olan sualda şagirdlərin biri misalı həll edərkən yerinə rəqəm qoyub bu tapşırığı həll edərək düzgün cavab tapdığını görür və müəllim testi yoxlayan zaman bir sıra şagirdin bu üsuldan istifadə etdiyini görür. Və bu cavabı səhv olaraq qiymətləndirir. Çünki bu cavabın məsələnin düzgün həll yolu deyil. Misalın əsl yolu bu deyil. Cavabları təhlil etdikcə şagirdlərin bəzi misallarda bu metoddan istifadə etdiyini görür və yekunda müəllim kəsirlər mövzusu ilə bağlı əlavə dərs planı hazırlayaraq şagirdlərə təhvil verir. Hansı prinsipi gözlənilmişdir? Qısaca inkişaf yönümlük. Niyə? B variantı. Gəlin mən sizə dinləyim. Baxın, müəllim kəsirlər mövzusunu keçir və görür ki, şagirdlərin böyük bir qismi
Kəsirləri necə həll eləyir? Götürür yerinə rəqəmlər qoymaqla başlayır bu can qutaran da, ona biz el arasında can qutaran metod deyirik. Bir can qutaran metodla kəsirləri həll eləyir. Can qutaran, asan yolla, rahat yolla. Və burada da deməli bu metodda bu metoddan istifadə edir. Müəllim görür ki, ümumilikdə bax qiymətləndirmənin nəticəsindən görür ki, şagirdlərin bu mövzuda inkişafa, yəni boşluğu var. Və müəllim sonra əlavə bir dərs salır və şagirdlərin bu mövzunun inkişafına vaxt ayırır. Deməli müəllim nəyə belə deyək də əməl eləyir? Şagirdlərin yəni çətinlik, yəni qiymətləndirmə nəticəsinin təhlilinə əsasən çətinlik çəkdiyi məqamları tapır və bu məqamları düzəltməyə çalışır. Söhbət burada inkişaf yönümlü prinsipindən gedir. Bəli, mənim şagirdlərdə çətinlik çəkdikləri məqamları tapır və həmin bu məqamları düzəldirsə inkişaf yönümlü prinsipinə əməl edir. Doğru cavab B. 19-cu suala baxaq. Uyğunsuzluğu müəyyən edin deyir. Uyğunsuzluq istəyir bizdən. Deyir ki, tədris zamanı qapalı və faktoloji suallardan mümkün qədər istifadə etməmək, əvəzində açıq və yuxarı təfəkkür səviyyəsinə aid suallardan istifadə etmək lazımdır. Bu yanlışdır. Baxın, tədris zamanı müəllim çalışmalıdır ki, həm qapalı, faktoloji, qapalı suallardan istifadə eləsin, həm də açıq suallardan istifadə eləsin. Bu fikir yanlış fikirdir. Deməli, yanlış. İnklüziv mühit sinifdəki sağlamlıq imkanı məhdud şagirdlərin bir-biri ilə eyni bir mühitdə əməkdaşlıq şəraitində təhsil almasıdır. Deməli, inklüziv mühit sinifdə sağlamlıq imkanları məhdud şagirdlərin bir-biri ilə eyni mühitdə. Deməli, bu yanlış fikirdir. Dəyərli yoldaşlar, inklüziv təhsil sinifdə sağlamlıq imkanları məhdud şagirdlərin bir-biri ilə eyni mühitdə təhsil alması deyil. Sağlamlıq imkanı məhdud şagirdlərin digər şagirdlərlə eyni bir mühitdə təhsil almasıdır. Bu fikir yanlışdır, amma deyir ki, təkcə sağlamlıq imkanları məhdud şagirdlərin bir-biri ilə təhsil alması. Ümumiyyətcə, fikir yanlışdır. Karusel, ziqzaq kimi üsullar sinifdə tətbiq olunduğu təqdirdə şagirdlərdə yumuşaq bacarıqlar inkişaf edər. Düzdür, karusel və ziqzaq iş üsulları ünsiyyət, əməkdaşlıq bacarıqlarını formalaşdırar, sosial bacarıqlar formalaşdırar. Bunlar da yumuşaq bacarıqlar sayılır, doğrudur. Yumuşaq bacarıq nədir? Yumuşaq bacarıq ünsiyyət bacarıqlarıdır və karusel, ziqzaq iş üsulları da qruplarla iş formasında aparıldığı üçün bunlar şagirdlərdə sosial bacarıqlar, ünsiyyət, əməkdaşlıq, yəni yumuşaq bacarıqlar formalaşdırır. Müəllim şagirdlərə induktiv mühakimə bacarığının formalaşdırması üçün, əvvəla mövzu aid nümunələr tapşırır, sonra işləmə qaydası, nümunə, sonra qayda. Nümunədən qaydaya gəlirsə, yoldaşlar, bu induktivdir, düzdür, induktiv bu mühakimə, doğrudur. Burada yanlış verib. Deməli, uyğunsuzluğu istəyir bizdən. Birdə doğru, yanlış, uyğunsuzluq var. İkidə yanlış, uyğunluq var. Doğru, doğru. Üçdə də uyğunluq var. Dörddə yanlış, doğru, uyğunsuzluq var. Deməli, doğru cavab olacaq 1, 4 uyğunsuzluq D variantı. Keçək 20-ci suala baxırıq. Müəllim ilin əvvəlində həm valideynlərlə, həm də şagirdlərlə ayrı-ayrılıqda iclas keçirir. Valideynlərə iclas zamanı müəllim onların övladlarının müsbət və mənfi xüsusiyyətlərini, hər hansı bir xəstəliklərin olub-olmaması haqqında bir çox məlumat əldə edir. Bu məlumatlar şagirdləri daha yaxşı tanımağa kömək edir. Şagirdlərlə olan iclasda isə müəllim onları əməl etməli olduqlarını, il ərzində qayda icra edilən sinif prosedurlarını təqdim edir, icra ediləcək. Şagirdlər və valideynlər müəllimin tələbkar olduğunu düşünürlər və verilmiş situasiya ilə bağlı doğru fikirləri müəyyən edir. Baxın, müəllim ilin əvvəlində həm valideynlərlə, həm şagirdlərlə ayrı-ayrılıqda iclas edir. Və onların müsbət və mənfi xüsusiyyətlərini, deməli, xəstəliklərin olub-olmadığı haqqında məlumat əldə edir. Və bu onları, deməli, nə olur? Yəni, şagirdlər haqqında, valideynlər haqqında, deməli, məlumat almağına kömək edir. İndi gəlin baxaq. Doğru fikirləri. Şagirdlərin bu cür spesifik xüsusiyyətlərin valideyn iclasında ümumi şəkildə alınması yanlışdır. Düzdür. Deməli, müəllim valideyn iclasında ümumi olaraq
Soruşur ki, övladınızın hansı xəstəliyi var? Deyin, mən bilim. Deməli, bu şagirdə aid spesifik xüsusiyyətdir. Bunu hamının içərisində almaq, soruşmaq düz deyil. 1. 2. İlin əvvəlində müəllimin qayda əvəzinə sinif gözləntisi qoyması daha düzgün olardı ki, belə ki, qayda ən son halda tərtib olunmalıdır. Bu da düzdür. Müəllim ilin əvvəlində qayda qoyur. İlin əvvəlində qayda qoyması bu yanlış addımdır. Qayda əvəzinə ilk öncə qoyulmalı idi gözlənti. Gözləntidən sonra prosedur qaydalara keçə bilər. İlin əvvəlində müəllimin il ərzində hansı prosedurlara əməl edilməli olduğunu deməsinə ehtiyac yoxdur. Əsas odur ki, sinifdə nizam-intizam olsun. Xeyr, prosedurlara da diqqət yetirmək olar. Bu fikir səhvdir. Müəllimin valideyn və şagirdləri ayrı-ayrılıqda deyil, bir yerdə iclas keçirilməsi daha məqsəd uyğun olardı. Xeyr, müəllim iclası, şagird iclası, valideyn iclası ayrı-ayrılıqda keçirilməlidir. Doğru fikirlər olacaq. 1, 2. D variantı.